Salam, hər vaxtınız xeyir. Mən məntiq fənni üzrə təlimçi Simran Süleymanov. Bu günlərim sizlərə 15 fevral 2026-cı il tarixində magistratura qəbul imtahanında keçirilən bu çətin görsənib asan həlli olan sualın izahını edəcəm. Suala baxanda sualı ilk dəfə görən tələbələr sualdan qaçır. Bacardığı qədər kənara qaçır. Çünki fərqli bir tip sualdır. Bir çox müəllimlərin izah etmədiyi bir sualdır. Bəzi tələbələr götürmür sualı. Ancaq bunu başa düşüb həll eləmək daha məqsədlidir. Əzbərçiliklə deyil də başa düşüb. Elmi dillə yox. Hər kəsin başa düşəcəyi sadə, asan dillə izah eləyəndə bütün tələbələr başa düşür. Bizə məsələnin şərtində deyir ki, qırmızı və sarı rəngli karandaşlar eyni rəngli karandaşların bir-birinin yanında saylarının 3-dən artıq olmaması şərti ilə düzülərsə, biz birinci şərti ataq kənara, qırmızı və sarı karandaş götürürük. Fərqi yoxdur. 3 dənəsi yan-yanadır, 5 dənəsi yan-yanadır. Baxaq görək bizim ehtimallarımız necə olur? Mən necə götürə bilirəm karandaşları? Deməli, mən bir karandaş götürsəm, ya sarı karandaş götürəcəm, ya da qırmızı karandaş götürəcəm. Başqa bir ehtimal mümkün deyil. 2 karandaş götürəsi olsam, götürəcəm 2 dənə sarı və yaxud 2 dənə qırmızı, ya da birincisi sarı, ikincisi qırmızı, birincisi qırmızı, ikincisi sarı. Deməli, 1-də 2 ehtimal mümkündür, 2-də 4 ehtimal mümkündür. 3 dənə karandaş götürəsi olsam, götürəcəm sarı, sarı, sarı və yaxud da sarı, sarı, qırmızı, ya da ki sarı, qırmızı, sarı və yaxud da sarı, qırmızı, qırmızı. Əvvəldə sarının gəlməsi üçün mümkün olan halları yazdıq. İndi baxırıq qırmızılara. Yazırıq qırmızı, 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 sarı və yaxud da qırmızı, sarı, qırmızı və yaxud da qırmızı, sarı, sarı. Neçə ehtimal mümkündür? 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, 3 karandaşlara bizdə 8 ehtimal mümkündür. Deməli, bizə 2 rəng verərsə, 2 rəng verirsə, 2 üstü qələm sayı. Qələm sayı. 2 rəng verirsə. Bu bir düsturdur. 4 qələm deyirsə, 4 qələm neçə ehtimalda götürə bilərik? 2 rəngdə. 2 üstü 4 olacaq. 10 qələm deyirsə, 2 üstü 10 olacaq. Əla. Bizə heç bir məhdudiyyət qoymur. Yəni, bizə limit qoymur, məhdudiyyət qoymur. Bizə bir şərt qoymur qarşımıza ki, 3-dən artıq, 5-dən artıq rənglərin bir-birinin yanında olmaması şərti. Yəni, bu şərti verməsə əgər mənə konkret olaraq 2 üstü qələm sayı yazdıq, həll oldu. 3 rəng verərsə əgər, ola bilər imtahanda 3 rəng düşür, onda 3 üstü qələm sayı olacaq. Qələm sayı. 4 dənə deyirsə 3 üstü 4. Bildi ki, 81-dir. 81 variantda götürə bilərəm mən qələmləri. Bunu bildik. İndi mənə şərt qoyub, baxı, qarşıma mənə şərt qoyubdur. Deməli, bildik ki, qələm sayı ilə yazırıq. Bu şərtləri buradan sildik. Bunların hamısını silək. Qələm sayının qarşısına bildik ki, ehtimalları necə tapırıq? Onları yazırıq. 1 qələmdə 2, 2 qələmdə 4, 3 qələmdə 8, 4 qələmdə 32, 16, 32 nə idi? 5 qələmdə 32, 6 qələmdə 64 və bu qayda davam edir. İndi mənə şərt qoyubdur. Hansı şərti qoyub? Qırmızı və sarı rəngli karandaşlar eyni rəngli karandaşların bir-birinin yanında saylarının 3-dən artıq olmaması şərti. Əgər
mənə tək bir rəngi verərsə, qırmızı və yaxud da sarı, ikisindən birini verərsə, mən necə işləyəcəm? İkisindən birini verərsə, biz bayaq 3 dənə karandaşın, 4 dənə karandaşın yanaşı olması ehtimallarını yazırıq. 3 karandaşı yazdıq hamısını. Misal üçün, mənə deyir ki, 2 karandaşın yanaşı, 2 qırmızı karandaşın, 2-dən artıq qırmızı karandaşın yanaşı gəlməməsi şərti. Yəni, mən 3-cü qırmızını gətirib yanaşı qoya bilmərəm. Onda mənim hansı ehtimallarım olmayacaqdır? Bir dənə 3 qırmızının yanaşı gəlməsi olmayacaq. Yəni, mən bu ehtimalı götürə bilməyəcəm. 3 dənə karandaşda. Qırmızı, qırmızı, sarı götürə bilərəm. Sarı, qırmızı, qırmızı götürə bilərəm. Amma bir dənə bu 3 qırmızının yanaşı olmasını götürə bilməyəcəm. 4 dənə olanda, 4 karandaşda. Deməli, mən qırmızı, 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 bir də qırmızını götürə bilmərəm. Qırmızı, qırmızı, sarı, qırmızı götürə bilmərəm. Qırmızı, 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 bir də sarı, bunu da götürə bilmərəm. Və yaxud da sarı, qırmızı, qırmızı, qırmızı. Bu ehtimalda götürə bilmərəm, bu variantda götürə bilmərəm. 2-dən artıq deyirsə əgər, 2 qırmızıdan artıq, 2 qırmızı karandaşdan artıq yanaşı olmasın. Yəni, 3-cü yanaşı olmasın. Bir də bizdə saniyə biz burada bunu götürəcəyik. Qırmızını götürəcəyik. Sarı, qırmızı, qırmızı 3 dənəsini götürmədik. Deməli, 3-ünü götürə bilmərik. 4 dənə qırmızı olan 3 qırmızı, sarı, sarı, 3 qırmızı. Deməli, biz bu ehtimalları götürə bilmərik. 4 karandaşda neçə olurdu bizdə? 4 karandaşda olurdu 16. Amma biz 3-ünü götürə bilmiriksə, onda bizə qalır 13 ehtimal. Biz bunu indi hər dəfə bu qaydada yazmırıq. Mən sizə ardıcıllıqlar mövzusunda, istəsəz ardıcıllıqlar mövzusuna baxmayan tələbələr baxa bilər. Ardıcıllıqlar mövzusunda Fibonacci ardıcıllığı demişdim. Fibonacci ardıcıllığı özündən əvvəlki hərflərin cəmi deməkdir. Bu da bir ardıcıllıqdır bizə. Özündən əvvəlki hərflərin cəmi. Bu necə olacaqdır? Baxaq. Bizə bir qələmə şərt qoyarsa, bir qələm üçün limit qoyarsa. Misal üçün, keçək. Burada eyni rəngli demir, məsəl üçün, qırmızı rəng deyir. Qırmızı. Qırmızı rəngə limit qoyarsa, biz yazırıq. 1 qələmdə 2 ehtimal, 2 qələmdə 4 ehtimal, 3 qələmdə 8 ehtimal, 4 qələmdə mən 3-dən artıq qırmızını yanaşı qoymaram axı. 16 dənə ehtimalım var onların içərisində. 16 ehtimal var. Sadəcə olaraq 4 dənə qırmızının yanaşı gəlməsini götürə bilmirəm. 4 dənə qırmızı karandaşın yanaşı gəlməsi ehtimalını götürə bilmirəm. 3-dən artıq ola bilməz. Nə olacaq? 15. 15 ehtimalı mümkündür. Bunu tapmaq bir o qədərə çətin deyil imtahanda. 5-cini bəs, 5-cidə mən yenə bir-bir eləməyəcəm. Bir qələmə məhdudiyyət qoyursa, 3-dən artıq olmaması şərti ilə deyir, 4-cünü yazdıq, 5-cidə özündən əvvəlki 4 dənəni toplayırıq. 2, 4, 8, 15. Topladıq, 23, 6, 29. 6-cını deyirsə, özündən əvvəl 4-ü toplayırıq. Bir qələmə, bir rəngə əgər ehtimal, bir rəngə şərt qoyarsa, özündən əvvəl 4-ünü toplayırıq və 3-dən artıq dediyi üçün. 4-dən artıq deyərsə əgər, mən məsələnin şərtində 3 yazıb, olar ki, məsələnin şərtində yazır 4 dənə. 4 qələm deyirsə, 4-dən artıq. 4-dən artıq deyirsə, 4 dənəsini yanaşı qoya bilərəm. 16 olacaq. 5-cidə 32-dirsə, bir dənə ehtimalım çıxır. 5 dənə qırmızının yanaşı olması ehtimalı çıxır. Qalır 31. 5-ciyə 31 yazıram. 4 dənədən artıq da yazmışdı axı burada.
4-dən artıq deyirsə, 5 dənəsini yazdım. Özündən əvvəl 5-ini toplayıram. 6-cıda özündən əvvəl 5 dənəsini toplayıram. Bunların 5-inin cəmi olacaq. 7-cidə özündən əvvəl 5-ini toplayıram. 8-də yenə özündən əvvəl 5-ini. Bir rəngə məhdudiyyət qoyursa, bir rəngə şərt qoyursa, neçə qələmdən artıq olmasını deyirsə, ondan bir vahid yuxarı. Özündən əvvəlki hərfləri topladıq. Əgər iki rəngə ehtimal qoyar, iki rəngə şərt qoyarsa necə olacaq bəs? Burada məsələnin şərtində olduğu kimi iki rəngə bizə məhdudiyyət yazır. İki rəngə görə. Qırmızı və sarı rəngli karandaşlar eyni rəngli karandaşların bir-birinin yanında saylarının 3-dən artıq. Yenə eyni qaydada yazırıq. 1-in qarşısında 2, 2 ehtimal, 2-nin qarşısında 4, 3-ün qarşısında 8, bəs 4-ün qarşısında mənə hər ikisinə şərt qoyub axı. 3-dən artıq olmasın. 1, 2, 4-də 16-dır. 16 dənədir. Və məndə də şərt qoyubdur. Eyni rənglər 3-dən artıq olmasın. Deməli, 4 dənə sarı və 4 dənə qırmızı məndə olmayacaq. İkisini çıxdıq, nə qaldı? 14. Sonra nə edəcəyik? Sonra özündən əvvəl 3-ünü toplamalıyıq. Baxın. 4-ün özündən əvvəl olan 3 dənəsini toplayanda 2, 4, 8 topladıq 14. 5-cidə özündən əvvəl 3-ünü topladıq. Nə olur? 26. Baxaq. 5-ə biz 32 yazmışıq axı. 32 dənə ehtimal var. 32 dənə götürmə variantı var. Mən hansı variantları çıxıram oradan? 5 dənə qələmlə. 5 dənə qırmızını çıxıram. Qırmızı, 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 bir də qırmızı. Bunları çıxıram. Sonra sarı, qırmızı, 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 qırmızı. Bu ehtimalı çıxıram. Sonra qırmızı, 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 qırmızı və sarı. Bu ehtimalı çıxıram. Sonra keçirik sarılara. 5 dənə sarının olması ehtimalını çıxıram. Əvvəldə qırmızı, 4 dənə sarı olması ehtimalını çıxıram. 4 sarı, bir də qırmızının olması ehtimalını çıxıram. Cəmi 6 ehtimal çıxdı. 32-dən 6 çıxdıq, 26 dənə. Bunu imtahanda bir də bir-bir hesablamışsınız. 2 rəngə məhdudiyyət qoyursa, özündən əvvəl neçədən artıq deyirsə, onları toplayırıq. 3-dən artıq olmasını deyirsə, özündən əvvəl 3 dənəsi. 3 dənəsini yazdıq. 4-də özündən əvvəl 3 dənəsi. 5-də özündən əvvəl 3 dənəsi. İndi gələk məsələmizə. Tam həll edək. 3-dən artıq olması şərti ilə düzülürsə, bu karandaşların birlikdə sayı ən az neçə olmalıdır ki, mümkün düzülmə variantlarının sayı 3 rəqəmlər ilə bərabər olsun. Haçan 3 rəqəmlər ilə olsa dayanırıq. 5 qələmdə 26-dır. 6 qələmdə özündən əvvəl 3 dənəsini, yəni 5, 4, 3-ü cəmləməliyik. 8, 14, 22, 26 da 48. 48. 7-cidə 14, 26, 48. Bunları toplamalıyıq. Deməli, 40, 48 bizə verəcək 68. 40, 48, 98. 88. Tam başım qarışdı. 8-cidə mən 26, 48, 88-i toplayacağım. 136, 26 bizə verəcək 162. 3 rəqəmlər əldə alındı. Deməli, 8 karandaş olmalıdır ki, ən azı yığılma variantları 3 rəqəmli ədəd olsun. 8-cidə 3 rəqəmli oldu. 9-cuda yenə. 9-cuda mən necə deyəcəm? 162, 88, 48 bunları toplayacağım. 162 plus 88 plus 48. Bunları toplayıram, yazıram ehtimalları. Bir qələmə verirsə məhdudiyyəti
özündən sonrakı rəqəmi toplayırıq. Yəni 3-dən artıq deyirsə 4-ü toplayıram. Yox, 2 qələmə məhdudiyyət veribsə, elə neçə qələmi deyirsə, 3-dən artıq deyirsə, 3-ünü toplayıram. 4-dən artıq desəydi 4-ünü toplayardım. Özündən əvvəl 4-ünü toplayardım. Bu qədər sadə.